Nasıl danışırdı? Dolu kodunu alın. Həmişə nəvə nəticə babasıyla, atasıyla və ata, baba da nəvə nəticəsi ilə, o budağı ilə fəxr edilir. Məsələn, hansı bir şagirdini oxudur, öyrədirsə, o şagird yaxşı hərəkət edirsə, müəllimə elə bilir ki, elə onun öz balasıdır, öz canciyarıdır. Eləcə də babalar, nənələr də nəvəni elə istəyir. Mənim ölənlərinizə rəhmət, qalanlarınıza can sağlığı. Atam deyirdi ki, mənim bu oğlumdan həmişə mən arxayınam, razıyam. Çünki nə qədər dara düşsə də qəlbi gendir və özü də özünü o dardan tutara bilər. Mənim arzum var. Mənim arzum olur ki, mən həmişə balalarıma demişəm ki, öz qədərinizdə, məsələn, cəmaata eləyirəm ki, cəmaat sizə barış eləməsin. Dolanışınız olsun, qədərində dolanın. Heç kimə tərəf vurmaqla, heç kimə də pislik eləməm. Mən həmin arzuları Balaca Abdulluya, mənim o, necə deyək, davamçıma mən o sözləri deyirəm. Deyirəm ki, Allah Teala ona elə bir ağıl, elə bir dərrakət, elə bir insaniyyətlik, elə bir talih versin ki, elə baba, özünüz bilirsiniz, məsələn, Niva maşını birinci kəlmələrə mən gətirmişəm, deyirlər ki, bu kişi maşınıdır. Mən arz edirəm ki, öz əlinin qabarı ilə, öz biliyi ilə Abdullah yüksəlsin və görk olsun ki, doğrudan da bu ağıllı oldu. Və onunla beraber həmin bu məclisimizdə oturanların hamısına can sağlığı arzulayıram, kömür xoşluğu və onların da hamısının balalarına mən o nəvəmə arz elədiyimi onlara arz edirəm. Sağ olun. Hər şeylə bir söz tapılır. Sağ olun. Sizin sağlığınız. Sağ olun. Sağ olun. Qırarmağın içi dəli oğlu olur. Biz məclisin ayağından oturur. Sağ olun. Sen